Salam dəyərli izləyicilər. Bu da qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinə aid olan sxemi tamamlayın. Gəncə dövrü, Tiflis dövrü, Bakı dövrlərinə aid olan ortaq cəhət. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumətin fəaliyyət göstərməsi. Bəli, burada birinci, ikinci, üçüncü hökumət kabinetlərinin hər birində Fətəli xan Xoyski rəhbərlik edib. Doğrudur. Qanunverici hakimiyyət orqanının parlamentin fəaliyyət göstərməsi. Bunu ümumi götürmək olmaz, çünki orada Milli Şura da var idi. Qonşu dövlətlərlə diplomatik əlaqələrin yaradılması. Bunu oxşar cəhət kimi göstərmək olar. Məsələn, Osmanlı dövləti ilə və digər dövlətlərlə Bakı xalq komissarlarının qüvvələri ilə mübarizə aparması bu olub Gəncə dövründə. Yəni 3 dövrə aid etmək olmaz. Deməli, burada 1 ilə 3 B variantı uyğun cavab olar. Növbəti sxemə aid olan xüsusiyyətləri soruşur. Orada Səfəvilər dövləti 17-ci əsr, Osmanlı dövləti ilə mübarizə, Avropa ölkələri diplomatik əlaqələrin saxlanması 18-ci əsrə aiddir. Dövlətə Nadir Şahın başçılıq etməsi. Səfəvilər dövlətinə Nadir Şah başçılıq etməyib, bu səhvdir. 18-ci Əfqanlara qarşı müharibə aparması. Əfqanlara qarşı mübarizə aparılması ola bilər 18-ci əsr B variantıdır. Hörmüzün limanın Portuqallardan geri alması 1-ci Abbasın dövründə 1622-də yanlışdır. Paytaxtın İsfahan şəhərinə köçürülməsi 1598 1-ci Abbasın dövrünə aiddir. Bütün Azərbaycan torpaqlarının Osmanlılar tərəfindən tutulması isə demək olar ki, 16-cı əsrin ikinci yarısına aiddir. Deməli, sualın doğru cavabı elə B variantıdır ki, Əfqanlara qarşı mübarizə aparılması.